OTK testlərinin izahı ilə davam edirəm. Baxıram 19-cu testimizə. Burada bizdən gerund istəyir. Gerundun işlənmə qaydası necə idi? Deməli, sözündən sonra işlənirdi gerund, əvəz işlərdən sonra işlənirdi. Bir də bəzi feillərimiz var idi. Bundan əvvəlki test izahlarında həmin feilləri qeyd etmişdim. Bir də onlara baxa bilərsiniz. Baxaq indi biz 19-cu testimizə. Baxın, burada sözünü vardı. Without saying. Dedik ki, sözündən sonra işlənir. Deməli, bu düzgündür. Baxın, ikinci cümləmizdə meetingdir, ing-li sözümüz. Meeting iclas deməkdir, tədbir deməkdir, yəni isimdir. Burada heç bir gerunda aid heç bir şey yoxdur. Deməli, olmaz. Üçüncü cümləmizdə in collecting, yəni sözünü vardı, sözündən sonra ing-li söz ölüb, deməli, bu gerunddur. Deməli, bu da düzgündür. Baxın, dördüncü cümləmizdə are you going? Deməli, to be plus ing-li feil indiki davam edici zamandır artıq. Bu zamanı daha davam edici zamanın göstəricisidir. Ona görə bu da olmaz. Morning-də bilirsiniz də səhər deməkdir, yəni o da sayda sözdür. Ona görə o da olmaz. Baxın, do you mind my reading? My artıq əvəzlikdir, yəli əvəzlidir. Yəli əvəzliyindən sonra gələn ing-li söz deməli gerunddur. Düzgün cavabımız oldu 1, 3, 5, yəni B bəndi. Baxaq 20-ci testimizə. Demək, 20-ci testimizdə burada qrammatik səhv olan bir dənə burada haven't to-dur. Çünki biz bilirik ki, have to, has to modal feilinin sualı, inşarı, do, does, didlə düzəlir. Baxın, indi burada deyir, sən valideynlərin üçün narahat olmamalısan, çünki hər şey yaxşıdır, hər şey qaydasındadır. Deyirsə, deməli, inkar verməliyəm, don't have to. Baxıram 21-ci testimizə. Deyək ki, passive voice-da olan cümləni seçin. Biz bilirik ki, passive voice to be plus participle to ilə düzəlir. Baxın, heç A bəndində to be yoxdur. Deməli, ona görə də passive voice sayılmaz. B bəndində participle to-yumuz yoxdur. Baxın, had been to yazıbdır. Deməli, participle to yoxdursa, deməli, passive voice deyil. Amma C bəndində had been late, participle to da yanaşı gəlmişdir, deməli düzgündür. D bəndində isə to be sorry, yəni bu bəzi feillərimiz dediyimiz kimi to be ilə işlənir. Misal üçün to be afraid of, to be sorry. Bunlar artıq passive voice sayılmayacaq. Participle to da yoxdur, belə də tapa bilərsiniz.